Meşədəki bağlama bir şagirdin tapıntısı ilə üzə çıxan qərb casusluğu. Cəlilabadın səssiz və yaşıl təbiəti ilə seçilən Ağdaş kəndi uzun illər boyu adi bir kənd kimi tanınıb. Lakin bu kəndin meşəliklərində, torpağın dərinliklərində illərdir gizli qalan bir sir yatır. Sovet dövrünə aid tikintisi yarımçıq qalmış bir hərbi baza. Yerin təxminən 2-3 metr dərinliyində yerləşən, sözü gedən bu tunel daimi rütubətli və qaranlıq olur. Elə buna görə də bu ərazi daimi vəhşi çöl heyvanlarının, eləcə də yarasaların məkanına çevrilib. Beton divarlarla əhatələnmiş yeraltı tunellər, ayrı-ayrı otaqlar, havalandırma boruları və sıx meşə ilə örtülmüş bu tikili bir zamanlar Sovet ordusunun məxfi hərbi hissəsi kimi fəaliyyət göstərməli idi. Hal-hazırda durduğumuz bu ərazi 1960-70-ci illərdə hərbi baza deyək, yoxsa düşərgə deyək, burada tikilmiş bu deməli tikintilərin, qalıqlarını görürsünüz burada. Bu gördüyünüz bu çökək ərazi 60-cı illərdə qazılmış tunellərdən biridir. Bu tunel yarımçıq, yəni burada iş başlanıbdı, qazılıbdı, lakin yarımçıq qalıb. Burada tikinti getməyibdi. Amma indi tikinti olan hissələri də bu görünüşdən sonra başqa görünüşlərdə görəcəyik ki, orada hazır tunellər, hazır otaqlar, hazır hərbi yeraltı bazanın elə bil ki, görüntülərin sonraki görüntülərdə göstərəcəyik sizə. Bu müxtəlif yerlərə yəqin ki, bunun digər bizim bilmədiyimiz yerlərə də bunun giriş-çıxışları olub da. Yəni o xırda-xırda aldığım məlumatlara görə bizim bu ərazi ilə əslində bura hərbi bazanın demək olar ki, təyyarə bazası olacaqdır. Yəni təyyarə bazalarının burada uçuş zolağı da olacaqdır. Hələ o dövrdə biz uşaq olarkən deyirlər ki, güya ki bu dağlardan hansınsa birinin altında, hələ altında da tunel qazılacaq və bura əslində bura idarə etmə mərkəzi olacaqdır. Yəni idarə etmə punktu, orada aparaturaların zaten hamısının yerləşdiyi yeraltı tunellər olacaqdır. Lakin o bazanın özü bu bizdən elə bil ki sağ tərəfdə hündür dağ var, o dağın altında ora yerləşdiriləcəkdir o təyyarə bazaları. Çünki həmən dövrdə Amerika, NATO ölkəsi olduğu üçün İranda yerləşirdi. Yəni onun bütün bazaları həm də ki, keçmiş SSR dövründə Azərbaycan NATOya ən yaxın ölkə sayılan İran idi və İran ərazisində böyük nüfuza malik idi. Demək olar ki, İranın bütün hər bir hərbisi, hər bir yəni sənayesi hamısı Amerikanların əlində idi. Azərbaycan da Azərbaycan ərazisinin İrana yaxın olan dağlar ərazisində ən əlverişli yeri Cəlilabad rayonu Ağdaş kəndinin ərazisidir. Yəni bu ərazidən həmən dövrə müqayisədə o dövrə hərbi müdaxilə etmək üçün ən əlverişli ərazidir bura. Yəni xəritə ilə, coğrafi mövqeyinə görə ən əlverişli ərazidir. Çünki İran tərəfdən dağlar olduqca çoxdur və uzaqdır. Lakin bu SSR tərəfdənsə bizim dağlar İran sərhədinə ən yaxın olan ərazidir, həm də ki, ən əlverişli yerdir ki, buradan təyyarələr həm uçuş eləyə bilsin, həm də həmlə eləyə bilsin NATO ölkələrinə. Tikinti strateji məqsədlərlə başlamış, lakin gözlənilməz hadisə ilə yarımçıq qalmışdı. Səbəb isə dərin dövlət sirləri ilə bağlı idi. Hərbi hissədə xidmət edən Sovet zabitlərindən biri həmin bazaya dair mühüm məlumatları qərb kəşfiyyatına ötürmüşdü. Məsələ ifşa olunduqdan sonra Sovet Müdafiə Nazirliyi bazanın inşasını dayandırdı və ərazinin bağlanması qərarını verdi. Lakin bu hadisənin tam təsdiqi üçün konkret sübutlar lazım idi. Və bu məqamda səhnəyə adi kənd məktəbinin şagirdləri daxil olur. Bu baza tikilib 72-73-cü illərəcən hələ burada tikinti davam edirdi. Biz əsgərlərə çörək gətirirdik, əsgərlər bizə nişan verirdilər, o döşə taxmağa da Sovet dövrünün o zaman çox deyirlər onlardan. Lakin bir vaxt oldu ki, bu məktəbdə bizə rayondan hardansa yəni yuxarı təbəqədən gəlmiş nümayəndələr gəldi, uşaqları yığdılar, məktəb direktoru bizə uşaqları elan elədi ki, uşaqlar bugün biz gedirik şpion axtarmağa. Yəni bu sözü indiki kimi yadımdadır, şpionun sumkasını gəzməyə. Uşaqları məlumatlandırdılar, hər sinif rəhbərinə tapşırdılar ki, hər öz uşaqları ilə müəyyən sahələri gəzəcəyik. Biz də 69-cu ildə məktəbə gedəndə 69, 70, 71, 72, 73. Deməli 73-cü ildə mən 5-ci sinifdə oxuyurdum. Yəni o
sinifkom olduğum halda bir də bu qrupları mənə tapşırmışdılar ki, yəni bu qrupları mən aparırdım. 4 dənə oğlan axtardıq. Yəni bu Cəlilabad rayonuna Ağdaşa gələndə orada bir dərə kimi çay vardı. O çayda bir yumru, hardasa bir metrə yarım diametrində bir keçid vardı. Körpü keçidi. Xılxana deyirik indi onun adına indi də. İndi ora düzdür, bənd tikilib, ora suyun altında qalıb. Həmin o hər yeri axtardıq. Çüncəli kəndin, Hacıvat kəndin, ətrafların kollu, kosalı. Yəni yer axtarırdınız. Hər hansı bizə tapşırdılar ki, harda bir sumka tapsız, sumkaya toxunmayın. Yəni qabaqcadan tapşırdılar ki, sumkaya toxunmayın ki, sumkanın içində partlayıcı maddə olar. Bunu Sovet hərbiçiləri bu belə də komandanı vermişdilər. Hərbidən gəlmişdilər, bəli, həm rayondan gəlmişdilər. Yəni bu o dövrdə raykom işçilər deyirlər. Bir də hərbidən də bir nümayəndə vardı, Rus idi. O hərbiçi, yəni bunlara dedikcə, onlar da bizə tərcümə edib, müəllimlər də bizə izah elədilər ki, uşaqlar harda nə tapsız, o şeyə toxunmayın. Çağırın böyükləri, müəllimlərdən, sinif rəhbərlərindən kimləsə çağırın, deyin ki, sumka tapmışıq, torba tapmışıq, nəsə bir bağlı bir gizli bir şey, paket tapmışıq da. Nəsə təsadüfən nə qədər təxminən şagird cəlb olunmuşdu bu bütün məktəb getmişdi. Bütün məktəb. Yəni ki, 4-cü sinifə qədər, 4-cü sinifədən olan bütün məktəblər getmişdi. Aşağı ibtidai siniflər qalmışdı. Çünki onlar uşaq idi, aparmadılar. Eyni zamanda hərbiçilər də cəlb olmuşdu axtarışlara. Hərbiçilər bizlə axtarmırdı. Yəni ancaq biz məktəb uşaqları gəzirdik, hərbiçilər kənarda idi. Hərbiçilər kənardan elə bil ki bizə yəni ora şahid edirdilər kənardan sizi. İki təpənin arasında dərə kimi o çay qırağı yerləri gəzirdik. Təxminən bilirdilər bu harda olubdu. Yəni orada görmüşlər. Bu qarovulçulardan, çöldə gəzən bu əkinçilərdən zaten kimsə şübhəli adam görmüşdü. Həmin o ərazidə. Həmin ərazini gəzirdik ki, o ərazidə o olmuşdu. Yəni onun ayaq izləri zadı orada qalmışdı. Biz təsadüfən günortaya yaxın da hər yeri gəzdik, heç saat tapmayandan sonra gəldik. Həmin o dediyim o körpünün aşağısında o düşdü o körpünün qırağına. Orada o sudan içməyə, əl-üzünüzü yumağa o tünelə belə nəsə mənə maraqlı gəldi. O tünelə girdim. Tünelə girəndə tunel elə bu yəni burada durduğumuz ərazidən biraz alçaq idi. Yəni uşaq vaxtı olanda 1 metrə yarım olardı bəlkə o turbanın eni, yumru turba idi. Onun içinə girib o suya belə baxanda su da az axırdı oradan. Suya baxanda divarda orada bu betonun içində məhdillər çıxır. Məhdildən bir dənə sumka aslanmışdı. Həmin o dövrdə ona planşet deyirdilər. Bu hərbiçilər planşet deyirdilər. Onun içində yəqin ki, indi o kinolardan, sonra indiki vaxtdan bilirik ki, onun içində xəritə olur, nə bilim, karandaş olur, yazı olur, nəsə də dəftər olur. O planşeti orada görəndə 4 uşaq idi biz. 4 uşaq idi. O uşaqlardan indi də qalanı var. Yəni mənim o sinif yoldaşlarımla şahiddirlər həmin o dövrə. O sumkanı görən kimi sinif rəhbərimizə xəbər elədik. Gün boyu aparılan axtarışlar zamanı nəhayət ki, İslam Vəliyev və onun yoldaşları gizlədilmiş bir bağlamaya rast gəlirlər. Bu tapıntı qərb kəşfiyyatına məlumat ötürən Sovet zabitinin həqiqətən də burada casusluq fəaliyyəti ilə məşğul olduğunu sübut etdi. İslam Vəliyev və yoldaşlarının diqqətli baxışları sayəsində illərlə gizli qalmış bir hadisənin sirri tam şəkildə açıldı. Sinif rəhbərimiz də Səfərov Eynullah, Əhməd Eynullah müəllim sinif rəhbərimiz idi. Qaçdıq tez ona xəbər verdi. O deməli əsgərlərdən gəldilər. Yəni onlar o sumkaya toxunmadılar. Əsgərlərdən gəldi. Onlar girdi oradan, o sumkanı orada götürdülər. Çünki bizə xəbərdar eləmişdilər ki, ola bilsin sumka qoyulub ora, sumka toxunulanda, yəni partlayıcı maddə olar, nəsə olar, yəni partlayış ola bilər. Yəqin ki, o xüsusi hazırlıq əsgəri idi ki, onlar getdilər, sumkanı oradan götürdülər. Sonra bizə minnətdarlıq elədilər, bizi təbrik elədilər, bizə müxtəlif hədiyyələr təqdim elədilər məktəb tərəfdən də ki, yəni bu sumkanı bizə qismət oldu, biz o sumkanı tapdıq. Nə var idi sumkanın içində? O sumkanı biz o sumkaya toxunmadıq. Çünki bizə tapşırmışlar, sumkaya toxunmayın. Gördünüz, çəkilin dala. Yəni o sumkanı götürdülər, getdilər. Yəni sonra bu tikinti dayandı. Yəni belə deyək də, o sumkanın orada aşkarlanması artıq burada bir casusun olduğunu deməyə əsas verirdi. Yəni o casusun olduğu sonralar, yəni o hərbi hissə ilə əlaqəsi olan məsələn adamlar vardı, yaşlı adamlar zətlər. Yəni bu söhbətlərdən məlum oldu ki, bu hərbi hissədə bir dənə mayor zvaniyasında, yəni mayor çinində olan bir zabit buranın fotoların, yəni o dövrdə foto deyirdilər də, yəni video yox, foto dedilər. Ola bilsin bəlkə video da çəkibdi, amma fotoların çəkib buranın Amerikaya göndəribdi.
Amerika göndəriləndən sonra bu tikinti elə birdən-birə dayandı. Bütün əsgərlər də getdi buradan, bütün hər şey yığdılar, apardılar, bura qaldı yiyəsiz. Və bir dənə nəzarətçi də olmadı. Uzun müddət bura heç kim toxunmurdu. Yəni ki, o dövrün o həm xofundan, qorxusundan, həm də ki, hərbi obyekt olduğu üçün nə bir qapıya, nə bir şnuruna, nə bir telinə, yəni 90-cı illərəcən hələ o dediyim o rabitə dirəkləri 90-cı illərəcən hələ dururdu, qalırdı. Tellər də üstündə idi. Sonralar da bu Sovet hökuməti zəiflədi, 80-ci illərdə, 90-cı illərdə dağılandan sonra buranı sökməyə başladılar. Hamı ürəkləndi ki, burada yiyəsi yox, bir şey yox. Kabelləri sökdülər, telləri sökdülər, qapıları zadı söküb daşıdılar. Burada pəncərələr var. Hər otaqda 2 pəncərə var. Yəni divarda. Hər otağın hər birində bu pəncərələr var və bu pəncərələrdən yuxarı buradan həmin əlamətlər qalıbdı. Divarlarda bunun əlamətləri yuxarı burada kabel xəttləri çəkilib bura getmişdi. O kabellər yəni son zamanlara qədər qalmışdı. İndi çöküb dağıldı. Burada gördüyünüz elektrik xəttinin izolyatorlarının yeridir. İzolyatorlar qopub düşübdü, elektrik xəttləri də sökülübdü. Lakin buradan gələn bu 2 cütdür bunlar. 1, 2. Yəni biri faza, biri nol olmaqla bura elektrik xətti, buradan da keçiddir o bir otaqlara, yəni paylaşıbdır burada elektrik xətti. Lakin aşağıdan gələn o kabel xətti idi, ya rabitə xətti idi. Rabitə xəttinin də həmin o qopçaqları bura paylaşmışdı. Ümumiyyətlə bundan başqa bu ərazinin giriş hissələri olurmu? Bəzi məlumatlara görə deyirlər ki, burada əlavə qapılar var, betonlanıb, qapadılıb. O əlavə qapı ikinci tunelə baxacaq. O ikinci tuneldə bağlı bir divar var. Yəni qabağı betonlanmış, sonradan betonlanıbdı. Əvvəlcə bu daşlarla götürülübdü, lakin sonradan o divar bilinir ki, çay daşları ilə onu betonlayıblar. Hazırda durduğumuz ərazidə meşənin dərinliklərində 3 bu tip yeraltı tunel mövcuddur və bu tunellərin hər biri daxilində 5 otaq var. Və çox maraqlıdır ki, bu tunellər bir-biri ilə keçid əlaqəsi yoxdur. Yalnız onlardan birinin qapısı sonradan çay daşları ilə qapadılıb. Çayın qırağında gəlirdi, onlar qum yığırdı, bu tikintiyə daşıyırdı. Əllə yığıb, əllə daşıyırdılar maşınlara. Onda da hələ indiki bu özü qaldırıb boşaldan asal maşınları yox idi. O taxta kuzovdan olan maşınlar idi. Yəni onlar indiki kimi yadımdadır. Əsgərlər orada əllə lapatka ilə qumu çaydan yığıb daşıyırlar burada betona, sonra bu yəni divarlara istifadə etmək üçün. Həmin o əsgərlərə də biz söhbət eləyirdik, danışırdıq. Bəziləri görürdün, məsələn, rus dilli olsalar da bizi başa sala bilirdilər də. Yəni bu nə üçündür, nədir? Əsgərlər məlumat verirdi. Sonra biraz təxminən bir 10 il burada tikinti gedibdi. 60-cı illərin ortalarından başlayıb bu tikinti, ta ki 72-73-cü illərəcən bu tikinti davam elədi. Yəni ki, bu böyük bir tikinti idi. Bunun hardasa 1 kilometr uzunluğunda çayın qırağı ilə ərazisi vardı. Yəni o qazılıb tikilməmiş quyuları sizə göstərdim, tunelləri ki, hələ ondan bir 10 dənə də kənarda tunellər var, qazılıbdı, lakin orada iş getməyibdi. Burada 3 dənə tuneldə iş gedibdi. 3 dənə tuneli tam qutarıb istifadəyə verilmişdi. Hətta Cəlilabad rayonunun Hasılı kəndində orada telequşka var, telegüllə. O telegüllədən bura elektrik məftilləri ilə xətt çəkilmişdi. Yəni telefon rabitəsi. O rabitə kətlərdən keçib gəlib buradan çıxmışdı və burada da yoğun kabellərlə içəri bütün bu tunellərə qəbul olunmuşdu. O sonra istifadəyə də verilmişdi. O hətta mən o məftilləri saymışdım. 22 dənə məftil var idi həmin o dirəklərdə. 22 dənə məftil bu eləyir 11 dənə rabitə xətti. Yəni ikisini cüt-cüt çəkəndə. O rabitə xəttindən əlavə bura elektrik xətti də verilmişdi. O elektrik xətti hardan verilmişdi? Yəni o avtonom elektrik stansiyası idi. Nə idisə, yəni onu biz hələ indiki zamanda onda görməmişdik. Hazırda da həmin tunellər, beton divarlar və qapalı otaqlar meşənin içində səssiz, sədasız qalıb. Amma onların hər daşında bir tarix yatır, bir casusun xəyanəti və bir neçə şagirdin ayıq diqqəti ilə üzə çıxan həqiqət. Bəzən böyük hadisələrin arxasında kiçik bir cəsarət dayanır. Bu hekayə də sübut edir ki, tarixin axınını dəyişmək üçün qəhrəman olmaq yaşla ölçülmür.